Salam aleyküm, hoş gördük. Deməli bir 7-8 dənə ev çəkdik. Bura girdim, ləzzət verir də, yəni dincəlirəm. Deyirəm elə oturaq burada. Bunu çəkdik. Həyətə baxırsan qardaş. 15 sotdur. Şağanda yox, hörmətli izləyicilər. Ev çəkilişinə gəlmişik. Baseyn də belə qeyri-adidir, baxın. Şəxsi tikili evimiz çıxıb satdığa. Nətərdir, bir dənə bəyan işarəsini basmağı unutmayın. Yerləşmə yeri əla. Burada duşavoydur. Duş qəbul eləmək üçün. Həyətinə söhbət yoxdur. Tenis deyirəm. Futbol meydançasından tutmuş var. Ha, bir dənə zəhmət olmasa oranı çək. Aha, burada bir dənə də ev var. Yəni axıran otağı. İçində sanuzel uzadı, hər bir şeyi. Çəkək görsədək. Dedim deyəm gedək oturaq, amma çəkək də. Hamısını çəkək dəqiq. Bura kuxnası, bura hamam tuvaleti, burada yatmaq üçün otağı. Kondisionerindən tutmuş var idi. Çölə də çıxışı var. Gəl. Həyətdəki əsr dincələs. Əsr bağ evi də bir sözlə. Üzümə bax. Bu vaxtı var ya, biraz əncil üzüm qardaş. Hamı belə ev istəyir. Qardaş, belə evin də 690 min qiyməti var. Bax, budur qiymət. Şəxsi tikili ev, həyətdir də, yəni həyətdə hər bir şərait var. Adam ruhu dincəlir. Burada futbol meydançası. Ha, 30 min bunun torpağıdır qardaş. Hesab eləyin də. 15 sot torpağı. Vurun kalkulatorla 450 min pul eləyir. Torpağı elə 450 mindir. Gəl bura. Sonra. Ha, bax. Bura bir dənə belə bir kladovka kimidir. Burada da açığı, belə deyək də, otaq kimidir, amma çölə çıxışı var. Burada da bir dənə balaca bir market zat da düzəlmək olar. Ha. Düzdə ehtiyac yoxdur, amma kim istəsə elə bir şey mümkündür. Yəni imkan var. Evin arxasına baxaq. Bisetkamız tam qabaqdadır. Azad çəkir görsədir. Bura kotelnidə. Qazanxanası ha buradadır. Ha, mangal. Mən də axtarıram qardaş. Həyəti o qədər böyüdür ki, mangalı tapa bilmirəm. Bisetkamız. Azada deyirəm, Azad, bəs bunun axı mangalı harda deyir, ola bilməz olmasın. Mən də baxıram ki, qardaş, bu həyət bacan mangal da buradadır. Ha, ağaçlara bax. Yapon özgülü, güllər. Meşə də qardaş, təndiri də var. Yaxşı evdir. Ruh dincəlir burada. Dincəlirsən, ləzzət alırsan. Yəni həyətə girdin, uzevsiyoda elə bir relax getdi, dincəlmə. Attın neytrala. Dördüncü skorusuna getdin mexaniklə, rast attın şeyə, neytrala, bir şey dincəlirsən. Bu bağ alandan sonra bu su qəşək güllər zadı sulayırsan, bunu kim atıb bura? Baxmaq lazım da qardaş, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Skameykasından tutmuş qoyub. Əla. Girək indi otaqlarla, evinlə tanış olaq. Kim alsa Allah xeyir versin, qardaş. Buyur. Mən də sənin arxanca gəlməm. Tələsmə. Bilirəm, video biraz uzun olacaq. Uzun olmağın da səbəbi odur ki, qardaş, ev həyət baca böyüdür da. Burada belə bir kamini. Dolab, giriş isə mansard tiplidir. Qonaq otağımız, təbii ki, burası stipoldur. Həm, kaminimiz bax buradadır. O arxa hissəsi idi kaminin. Qonaq otağı, bax bu vəziyyətdə sərin vurur, qəşəng havalı yerdir bura. Ne deyir, yel əsir, yengələr oynayır. Mətbəximiz kuxnya. Kuxnyası da genişdir, böyüdür. Buradan çölə, bax, qapısı var çıxmaq üçün. Stipoldur, birinci mərtəbə. Burada hamamla ayaq yolusudur. Yuxarıda da var, böyük bir hamam tuvalet. Onu da izin çəkib göstərəcəm. 690 minə çıxdı. Təbii ki, indi endirim olacaq. Qalxaq ikinci mərtəbəyə. Gəl. Mansard tiplidir. Bu hissəsini çək görsət. 450 min deyirəm, torpaq eləyir bunu. Torpağın qiyməti. Hamam tuvaletdən bax, günə buydu.
Jacuzzi zadı. Bu birinci yataq otağıdır. Yani hündür gedir bu hissəsi. Sonra kondisioner var. Split kondisioner var hər otaqda. Mən belə başa düşürəm ki, split kondisioneri ev sahibi yağın ki, çıxartmaz. Bu da üçüncü otaqdır. Bu otaqda da split kondisioner Grif firmasının. Burada da var belə qəşəng. Burada da bax spalni kimi düzəldib. Burada da eyvanı bax buradadır. Qardaş, həyət. Deyirəm sənə ki, həyətə girdim, ləzzət aldım. Çıxmaq istəmədim. Maraqlıdırsa, zəng eləyin 078 58 31 44. Gəlin alın. Yaxşı evdir, qəşəng evdir. Sağ olun.